İbn Abbas radiyallahu anh rivayet edir ki, borc ayəsi nazil olduqda Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, unutduğu üçün ilk inkar edən adam Adəm əleyhissalam olmuşdu. Allah Adəmi yaratdıktan sonra əlini onun belinə çəkdi və onun belindən qiyamətə qədər gətirəcəyi zürriyyətini çıxartdı. Sonra zürriyyətini ona göstərməyə başladı. Adəm onların arasında üzü parlayan bir adam görüb dedi, ey Rəbbim, bu kimdir? Allah dedi, o sənin övladın Davuddur. Adəm dedi, ey Rəbbim, onun ömrü nə qədərdir? Allah dedi, 60 il. Adəm dedi, ey Rəbbim, onun ömrünü artır. Allah dedi, xeyr, yalnız sənin ömründən götürüb onun ömrünü artıraram. Adəmin ömrü 1000 il idi. Allah Adəmin ömründən götürüb Davudun ömrünü 40 il uzadaraq bunu yazdı və mələklərini də buna şahid tutdu. Adəmə ölüm vaxtı gəlib çatdıqda və mələklər canını almaq üçün yanına gəldikdə mənim ömrümdən hələ 40 il qalıb dedi. Ona sən onu oğlum Davuda vermişdin deyildi. Adəm mən belə bir şey etməmişəm dedikdə Allah ona yazını göstərdi və mələkləri buna şahid tutdu.